Ermənistandakı təmizləmə əməliyyatını başa çatdıran erməni separatçıları bütün qüvvələrini Dağlıq Qarabağda cəmləşdirərək öz terrorçu fəaliyyətləri üçün Azərbaycan ərazisini əsas hədəfə çevirdilər. Məhz belə təxribatçı və terror əməllərinin məntiqi nəticəsi olaraq 1990-cı il yanvar ayının 19-undan 20-sinə keçən gecə Sovet ordusu Bakıya yeridildi və erməni daşnaqlarının planlaşdırdıqları qanlı faciələr zəncirinin ilk həlqəsi olan və Azərbaycan tarixinə qanlı yanvar kimi düşmüş dəhşətli qətliam baş verdi. Bu hadisə Azərbaycanın ərazi bütövlüyünü məhv etməyə, Azərbaycan xalqına dəhşət və faciələr yaşatmağa can atan düşmənlərin iştihasını daha da artırdı. Daha çox Moskvanın ermənipərəst mövqeyini müdafiə edən Arkadi Volskinin başçılıq elədiyi xüsusi idarə komitəsinin Viktor Polyanişkanın rəhbəri olduğu Respublika Təşkilat Komitəsi ilə əvəz olunması da vəziyyətdə elə bir ciddi dəyişikliyə gətirib çıxarmadı. Xarici havadarlarının köməyi ilə silahlanmaqda davam edən erməni quldur dəstələrinin Qarabağın Azərbaycanlılar yaşayan kəndlərinə hücumları daha da intensiv xarakter aldı. 1991-ci ilin yayına qədər davam edən bu cinayətkar əməllər Qarabağda yerləşdirilmiş SSR Daxili İşlər Nazirliyi daxili qoşunlarının əməkdaşlarının gözləri qarşısında baş verirdi. Azərbaycan Daxili İşlər Nazirliyinin milis dəstələrinin cavab fəaliyyəti isə Moskva tərəfindən narazılıqla qarşılanırdı. 1991-ci ilin yayından etibarən Dağlıq Qarabağda müharibə açıq xarakter almağa başladı. Avqust qiyamının süqutu və SSR-nin dağılması artıq mütəşəkkil ordu formasında fəaliyyət göstərən erməni silahlı birləşmələrinin Dağlıq Qarabağ ərazisində geniş miqyaslı hərbi əməliyyatlara başlamasına təkan verdi. Qarabağın Azərbaycanlılar yaşayan kəndlərinə hücumlar başladı.